Heç bilməzdim ki, ən dadlı dönəri özüm elə evdə hazırlayaram. Yarpaq dönər keşfete elə keçirib hazırlamasam olmazdı. Dönərin çörəyini də dedim ki, elə özüm hazırlayım. İşə çörək hazırlamaqla başlayıram. Una, maya, duz, şəkər tozu qatıb quru ərzaqları qarışdırdım. Su əlavə edib xəmir yoğurdum. Xəmir azca ələ yapışır. Un əlavə etmirəm. Əlimi duru yağla yağlayıb xəmiri yoğurub yağladığım qaba yerləşdirirəm. Striclə örtüb 1 saat mayalandırıram. Mal ətini doğrayıram. Üzərinə qatıq, zövqə görə duz istiot və soğanı suyunu sıxıb qatıb blenderdan keçirirəm. Çəkilmiş əti 4 hissəyə bölüb yağlı kağızın köməyi ilə yayıb qatılayıram. 250 dərəcəlik sobada bişməyə göndərirəm. Dəqiq resepti şərhlərdə qeyd edirəm. Rəylərinizi səbirsizliklə gözləyirəm. Çörəyin xəmiri mayalandı. Xəmirin havasını alıb yaxşı yoğururam. Soba listinə yerləşdirib açıram. Qatıqla yumurta sarısını qarışdırıb yarısını çəkirəm. Əlimlə üzərinə forma verib qalan yarısını da çəkib çörək otu səpirəm. 180 dərəcəli sobada üzəri qızaranarak bişirirəm. Dönərin içi üçün qırmızı soğan və cəfəri doğradım. Sarımsaqlı mayonez hazırladım. Ətlər də bişdi. Nazik-nazik, eyni yarpaq kimi. Kiçik hissələrə ayırıram. Çörəyim də hazır oldu. Heyif ki, qoxusunu sizə ötürə bilmirəm. Keçə ən dadlı hissəyə hazırladıqlarımı birləşdirib nuş etməyə. Çox dadlı alındı. Mütləq siz də hazırlayın. Belə dadlı reseptlərin gəlməyi üçün abunə olmağı unutmayın. Kanala nəzər yetirin. Dadlı reseptlər var. Sonacan izlədiyiniz üçün təşəkkür edirəm.